Şok. Təsəvvür elə səni bağlayıblar və üstündə qiyamət adlı təcrübə aparırlar. Öldürecekler mi bizi? Öldürmek mi? Sakin ol. Bu film uydurma değil. Bu film Aporia, Kıyamet Deneyi. Azərbaycan rejissorunun çəkdiyi, beynini yandıran bir qorxu filmi. Neden koşuyorsunuz? Adam dedi ki... Yalan söyledi. Öldürün hepsi. Burada qorxu ucuz səslərdən ibarət deyil. Burada insan psixologiyası, Bizi nereye götürüyorlar? əsirlik, Duyacaklar. Bizi öldürme niyetleri olsaydı yaptıkları iğnelerle öldürürlerdi. qaçış instinkti və ölüm qorxusu var. Hey, sen iyi misin? Hər dəqiqə səni daha da sıxır. Yaptıkları her neyse hepimize yaptılar. Neden bizi etkilemedi ki? Film şəki ətrafında çəkilib, amma hiss etdirdiyi qorxu Hollywood filmlərindən geri qalmır. Qorxulu filmləri sevirsənsə və buna hələ də baxmamsansa, deməli çox şey itirmisən. İndi isə gedib YouTube-da Aporia, Qiyamət Deneyi adlı filmə bax, sonra gəl fikrini kommentə yazarsan.